Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bugün sizinlə kimya 8-ci sinif dərslikdən artıq 2-ci bölmədə olan dərslərin izahına başlayırıq. Birinci 2.1-ci dərsimiz, yəni kimyəvi rabitə və oktet qaydası dərsinin izahını sizinlə bölüşürəm. İlk sualı, ümumiyyətlə, burada belə bir sual verilib. Sualla birgə birinci məlumat verilib, daha sonra sual bizə təqdim olunub. Elementlər və kimyəvi birləşmələr əsasən atomların birləşməsindən əmələ gəlmişdir. Məsələn, oksigen molekulu deyir ki, 2 oksigen atomundan. Oksigen molekulu necə yazılır? O2. Yəni bu o deməkdir ki, oksigen molekulu 2 oksigen atomunun bir-birinə birləşməsindən əmələ gəlib. Daha sonra deyir ki, hidrogen molekulu 2 hidrogen atomundan. Hidrogen molekulu 2 atomludur. H2. 2 hidrogen atomunun bir-biri ilə birləşməsindən əmələ gəlib. Karbon qazı molekulu isə, karbon qazı necə yazılır? CO2. Deyir ki, bir karbon atomu ilə 2 oksigen atomunun bir-biri ilə birləşməsindən əmələ gəlib. Eyni zamanda, məsələn, deyir ki, natrium parçası çoxlu sayda natrium atomlarından və yaxud da xörək duzunun tərkibi isə xörək duzu isə natrium və xlor atomlarının bir-biri ilə birləşməsindən əmələ gəlib. Və bundan əlavə bizə deyir ki, heliumdur, neon və digər təsirsiz qazlarda isə atomlar bir-biri ilə birləşmir. Yəni onlar tək atomludur. Məsələn, helium. Biz helium 2 yaza bilmərik. Niyə? Çünki helium tək atomludur. Birləşmə əmələ gətirmir təsirsiz qazlar. Helium, neon, hansı ki 8-ci qrupda yerləşirlər. Helium, neon, argon, kripton, xenon, radon və s. Və burada da belə bir sual verilib ki, digər elementlərin atomlarından fərqli olaraq niyə təsirsiz qazların atomları nə üçün birləşmir bir-biri ilə, yəni birləşmə əmələ gətirmir və bunu necə əsaslandırmaq olar? Və bu sualın cavabı dərs əsnasında artıq izah veriləcəkdir. Yəni bu sualın izahı veriləcəkdir. Ona görə də dərsin izahına diqqət yetirək. Başlayaq. Elementlərin eyni növlü atomlardan, kimyəvi birləşmələrin isə ən azı 2 növ fərqli atomdan təşkil olunduğunu bilirsiniz. Baxın, bizim indi izah etdiyimiz elementlər, məsələn, hidrogen elementdir. Bu 2 eyni növlü atomdan, 2 hidrogen atomdan təşkil olunub. Lakin birləşmənin tərkibinə biz dedik, birləşmə olması üçün nə lazımdır? Ən azı 2 növ fərqli element atomu. Məsələn, H2O, su, həm hidrogen atomu, həm oksigen atomu var. 2 fərqli növ atom vardır. Daha sonra deyir ki, kimya elminin ən mühüm vəzifələrindən biri də atomların, məsələn, bu hidrogen atomlarını atomların, ionların bir-biri ilə birləşmə formullarını, əmələ gələn quruluşlarını tədqiq etmək və öyrənməkdir. Element və kimyəvi birləşmələrdə atomlar, ionlar, molekullar bir-biri ilə müxtəlif üsullarla yapışqan əşyaları birləşdirdiyi kimi birləşirlər. Məsələn, burada 2 hidrogen atomu var. Bu hidrogen atomlar bir-biri ilə necə birləşir ki, hidrogen molekulu əmələ gəlir? Bu zaman yapışqan rolunu elektrostatik qüvvələr oynayır və bu elektrostatik qüvvələrə deyilir kimyəvi rabitə. Atom və ionları bir-birinə birləşdirən elektrostatik qüvvələr kimyəvi rabitə adlanır. Baxın, biz dedik ki, məsələn, yazım ki, oksigen yazım. Oksigen 2 valentlidir, yəni birləşmələrində əksərən. Yəni oksigen atomlarını bir-birinə bağlayan qüvvələr. Deyir ki, atomları, ümumilikdə bu O2-də molekuldur. 2 dənə atomdan təşkil olunub. Bu atomları bir-birinə bağlayan bu qüvvələr ki var, bu xəttlər. Bu qüvvələrin cəmi adlanır nə? Rabitə. Deməli, atom və ionları bir-biri ilə birləşdirən elektrostatik bu qüvvələrə biz deyirik nə? Kimyəvi rabitə. Yəni bu da oksigen atomudur, bu da oksigen atomudur. O oksigen atomlarını bir-birinə nə bağlayıb? Rabitə bağlayıb. Onları bağlayan elektrostatik qüvvələr adlanır kimyəvi rabitə. Bundan əlavə, deməli deyir ki, atomlar qarşılıqlı təsirdə olduqda eyni elektrostatik yükə malik zərrəciklər bir-birini itələyir. Hansı ki, bunu demişik. Əgər yüklər eynidirsə, məsələn, müsbət müsbəti itələyir, mənfi mənfini itələyir, amma mənfi müsbəti nə edir? Cəzb edir və yaxud da müsbət mənfini nə edir? Cəzb edir. Və zərrəciklər arasında təsir edən qüvvələrdən cazibə qüvvəsi üstün olarsa, olduqda atomlar bir-birinə birləşir və onlar arasında kimyəvi rabitə yaranır. Rabitə nə idi? Yəni atomları bir-birinə bağlayan qüvvə. Rabitənin yaranması üçün atomlar bir-birinə daha yaxın olmalıdır ki, yəni bir-birinə bağlanmalıdır ki, rabitə yaransın. Bunun üçün də biz nə dedik? Yəni onlar arasında cəzb etmə qüvvəsi, mənfi, müsbət yüklər necə bir-birini cəzb etmir? Cazibə qüvvəsi itələmədən böyük olmalıdır ki, cazibə itələmə qüvvəsindən
deməli böyük olmalıdır ki, itələmədən burada rabitə yaransın. Yəni onlar bir-birinə molekulda atomlar bir-birinə cəzb olunur və nə yaranır? Kimyəvi rabitə yaranır. Kimyəvi rabitənin də əmələ gəlmə səbəbi atomların stabil hala keçməsidir. Atomların xarici təbəqəsində 8 elektron olduqda bu onun stabil halı hesab olunur. Deməli, stabil hal nə deməkdir? Xarici elektron təbəqəsində atomun əgər 8 elektronu varsa, həmin atom stabil vəziyyətdədir deməkdir. Xarici təbəqə də məsələn də indi neçənci energetik təbəqə eyni zamanda dövrün sayını bildirir də. Bunun üçün də NS2 NP6, yəni xarici təbəqəsində 8 elektron olmaq 8-ci qrup elementi olmaq deməkdir. NS2 NP6. Məsələn, təsirsiz qazların xarici təbəqəsində tamamlandığı üçün onların atomları stabil olur və rabitə əmələ gətirmir. Bayaq yadınıza düşür, burada bizə deyirdi ki, təsirsiz qazlar niyə rabitə əmələ gətirmir? Niyə bir-biri ilə birləşmir? Rabitə indi bilirik də atomların bir-biri ilə birləşməsidir. Niyə birləşmirlər? Çünki onlar 8-ci qrupda yerləşirlər və xarici elektron təbəqəsində, energetik təbəqəsində 8 elektronlar var və bu da stabil hal olduğuna görə onlar rabitə əmələ gətirmirlər. Bu səbəbdən də helium, neon, digər təsirsiz qazlar molekullardan deyil, atomlardan ibarətdir. Biz demişik axı, molekul üçün ən azı 2 hidrogen, daha doğrusu üzr istəyirəm, eyni və yaxud da müxtəlif molekul üçün atom olmalıdır ki, o molekul əmələ gətirə bilsin də. Ona görə də onlar tək atomlu olduğuna görə molekul əmələ gətirə bilmirlər. Yəni birləşmə əmələ gətirmirlər nəyiləsə. Digər elementlər də atomlarının xarici təbəqələrini elektron alış-verişi və ortaq istifadəsi ilə dövri cədvəldə özlərinə ən yaxın olan təsirsiz qazların xarici təbəqəsinə bənzədirlər və bu adlanır oktet qaydası. Deməli, atomların xarici təbəqələrinin təsirsiz qazların atomlarının xarici təbəqəsinə tamamlanması adlanır oktet qaydası. Okta Yunanca 8, oktet isə nə deməkdir? 8-lik deməkdir. Oktet qaydası nədir? Deməli, digər elementlərin də özünün xarici energetik səviyyəsini 8-ə tamamlaması deməkdir. Məsələn, oktet qaydasına görə natrium və xlor atomlarını tətbiq edək. Deməli, uşaqlar, diqqət yetirək. Natrium, baxın sıra nömrəsi neçədir? Natriumun sıra nömrəsi 11-dir. Düzdür? 11-dir. 11-ə görə elektron konfiqurasiyası tərtib edək. 1s2, 2s2, 2p6, 3s1. Deməli, bu natriumun elektron konfiqurasiyasıdır. Və natriuma diqqət etirsək görürük ki, natrium təsirsiz qazlardan hansına yaxındırsa, elektron konfiqurasiyasını ona tamamlaya bilir. Həm neona yaxındır, həm də ki, arqona yaxındır. Çünki natrium məsələn 3-cü dövrdə yerləşir. 2-ci dövrdə yerləşən təsirsiz qaz neondur. 3-cü dövrdə yerləşən də arqondur. Yəni onlardan ikisinə yaxın ola bilər də. Heliuma nisbətən uzaqdır. Ya neon, ya arqon. Və deməli ya ona tamamlamalıdır elektronlarını, ya da ki 18-ə tamamlamalıdır. İndi uşaqlar, biz natriumun proton sayı neçədir? 11-dir. 11 də elektronu var deməkdir. İndi əgər 11 protonu varsa, təsəvvür edək ki, bu elektron konfiqurasiyasını da 8-ə tamamlamalıdır. Ya neona, ya arqona. Neona tamamlanması üçün bunun 10 elektronu olmalıdır. Düzdür? Çünki neonun 10 protonu var. Bu da o deməkdir ki, 10 elektronu var. Sıra nömrəsinə baxın. Natriumun da əgər 10 elektronu olarsa, bu zaman natrium iyonu yükü necə tapılır? Proton çıxılsın elektron. Yəni 11 çıxılsın 10. Yükü olur neçə? Müsbət 1. Lakin 18-ə əgər tamamlasa, natrium, bir dəqiqə bunu buradan yazım, natrium 11, 11-ə tamamlaya bilər. Bir də 18-ə tamamlaya bilər də, düzdür, özünə yaxın olan ya 10-dur, ya da ki arqon. Əgər arqona tamamlasa özünü, bunu buradan silim. Arqona tamamlasa əgər natrium, proton sayı 11-dir, arqon proton sayı 18-dir. 18-i tamamlasa, iyonun yükü bərabərdir, proton çıxılsın elektron, 11 çıxılsın 18. Bu da olur -7. Biz demişik ki, əziz şagirdlər, metallar hər zaman müsbət yüklənirlər. Mənfi yüklənə bilmirlər. Ona görə də metal mənfi ola bilməz. Ona görə də deməli natrium oktet qaydasına görə xarici elektron təbəqəsində öz elektronlarını 8-ci qrupda yerləşən nəyə tamamlaya bilər? Neona tamamlaya bilər. Ona görə ki, çünki natrium metaldır və o həmişə müsbət yüklənməlidir. Əgər 18-ə tamamlasa arqona, bu zaman mənfi yüklənir və mənfi yüklənmə də metallarda mümkün deyil. Yəni ola bilməz də bu. Və bundan əlavə dediyimiz kimi, yəni bu qayda nədir? Deyir ki, element öz xarici elektron təbəqəsini ona yaxın yerləşən təsirsiz qazlardan birinə tamamlamalıdır ki, rabitə yaransın.
Deməli bunu bildik. Natriumdan xlor nümunəsində. Baxın natrium xlor nümunəsində bunun izahını veririk də. Natrium deməli oldu necə müsbət yükləndi? Müsbət 1 və xlora keçək. Xlorun sıra nömrəsi neçədir? Baxın burada baxaq. Xlorun sıra nömrəsi 17. Yəni proton sayı 17-dir. Xlor da özünü ya neona tamamlamalıdır, ya arqona tamamlamalıdır. Neona tamamlasa 10 elektronu olar. Baxın 10 elektronu. Arqona tamamlasa xlorun 18 elektronu olmalıdır. 10 elektronu olsa iyonun yükü bərabərdir proton çıxılsın 17 çıxılsın 10, 7 müsbət. Əgər deməli 18-ə tamamlasa proton çıxılsın elektron olur nə? Mənfi. Əgər binar nomenklatura yaranırsa, yəni 2 dənə, daha doğrusu binar birləşmə yaranırsa, yəni 2 dənə atomdan ibarət birləşmə yaranırsa, onlardan biri müsbətdirsə, məsələn natriumu gördükdə müsbət, metal heç vaxt mənfi ola bilməz. Natrium müsbətdirsə, digər onun yanında olan mütləq mənfi olmalıdır. Ona görə də xlor mənfi 1 yüklənər. Özünü tamamlayar nəyə? Arqona. Çünki natrium artıq müsbət yüklənmişdi. Deməli bu zaman necə oldu? Natrium müsbət yükləndi. Xlor isə necə yükləndi? Mənfi yükləndi və hər ikisi özünü deməli elektron konfiqurasiyasını xarici elektron təbəqəsində 8 elektronu olan təsirsiz qazların deməli elektron konfiqurasiyasına tamamlaya bildilər. Və beləliklə də burada nə yaranır? Kimyəvi rabitə yaranır. Və bu zaman əziz şagirdlər, element deməli müsbət yüklənən hansı idi? Natrium metaldır. Müsbət yüklənirsə o elektronunu verir deməkdir. Biz hansı ki demişdik, metallar elektron vermə xassəsinə malikdirlər. O elektron alan ki var idi, natrium müsbət yükləndi, xlor isə mənfi 1 yükləndi. Natrium elektronunu verdi 1 elektron, xlor da neynədi? Həmin o natriumdan elektronu aldı. Düzdür? Və bunu da bildik. Deməli xlor natrium elektronunu verdi, xlor da elektronu aldı. Və bu zamanda özlərinin xarici təbəqəsində 8 elektron olan təsirsiz qaza tamamlaya bildilər. Oktet qaydasının mahiyyəti bundan ibarətdir. Atomlar özlərini deməli 8-ə tamamlayırlar və elementlərdən biri əgər elektron verirsə, digəri mütləq ki elektron alır deməkdir. Və metallar hər zaman müsbət yüklənir. Onlar elektron verirlər, lakin qeyri-metallar isə elektron demək olar ki, metallarla birləşmələrində, məsələn, natrium xlor üzərində dedim, elektronu alırlar. Və burada da həmin sxem göstərilib. Yəni məsələn natriumun deyir ki 11 elektronu var. 1s2, 2s2, 2p6, 3s2, 3s1 daha doğrusu 3s1 və bu tamamlandı nəyə? Neona. Neonun 10-dur sıra nömrəsi. 1s2, 2s2, 2p6, 2p6 düzdür 10. Deməli bu neynədir? Metal dedik müsbət yüklənir, müsbət 1. Müsbət də nə idi? Elektron vermək. Baxın bu 1 elektronunu verdi. Natrium rabitə yaranan zaman 1 elektronunu verdi. Və neona tamamladı öz xarici elektron təbəqəsini. Həqiqətən də 2s2, 2p6 8-ci qrupa tamamladı. Və xlor da neynədi? 1 elektronu aldı. Xlor sıra nömrəsi 17 idi. 1s2, 2s2, 2p6, 3s2, 3p5 və bu zaman özünü tamamladı 18-ə. 1s2, 2s2, 2p6, 3s2 neçə elektron aldıq? Natrium 1 elektron verdisə, xlor 1 elektron alır. 3p5 idi. 1 elektron alsa elektron sayı artır. Onlar nə? 3p6. Özünü 18-ə tamamladı. Bunu deməli müəyyən qədər başa düşə bildik. Və bu zaman yükün dəyişməsi necə baş verdi? Natrium neytral idi, düzdür? Neytral da 0 idi, proton sayı 11 və o 1 elektron neynədir? Müsbət yükləndiyinə görə 1 elektron verdi. Verdisə onun elektron sayı nə oldu? Əlbəttə ki, elektronu azaldı. Minus 1 elektron. Və bu azalmanı bildirir. Minus 1 elektron. Əgər bunu yadınızda saxlayın, əziz şagirdlər, elektron sayı azaldısa, elektronu verdi, elektron sayı azaldısa, elementin atomun yükü artır. Yükü neçə idi? 0 idi. 1 elektron deməli verdisə 1 vahid artır olur nə? 0 1 vahid artısa olar müsbət 1. Yəni deməli oldu neçə elektron? Proton sayı 11-dir. Elektron sayı oldu 10. Özünü tamamladı nəyə? Neonun deməli sıra nömrəsinə. Xlor isə dedik ki, proton sayı 17-dir. Neytral haldan. Xlor neynədir? 1 elektron natrium verdi, xlor 1 elektron aldı. Aldısa onun elektron bazasında olan elektronlar sayı artdı. Baxın, plus 1 elektron. 1 elektron aldısa elektron sayı artdı. Elektronla yük tərs mütənasibdir. Elektron sayı artsa yük nə olar? Azalar.
Nə qədər azalar, nə qədər elektron alıbsa o qədər. 1 elektron alıb 0-da 1 vahid azalır, olur nə? -1. Proton sayı dəyişmir atomlarda 17. Elektron sayı nə olur? 17 idi burada. Düzdür, burada da 11 idi. 17 idi. Yəni çünki 0-da neytral halda proton elektrona bərabərdir. Burada 1 elektron aldı, oldu nə? 18. Biri özünü 10-a tamamladı, biri 18-ə, yəni 8-ci qrupa. Bunu yəqin ki, başa düşdük. Bu oktet qaydasıdır. Rabitə yaranan zaman rabitəni əmələ gətirən atomlar öz deməli elektron konfiqurasiyalarını 8-ci qrupda özünə yaxın yerləşən elementlərin elektron konfiqurasiyasını tamamlayırlar. Bu zaman bir atom elektron verir, bir atom elektron alır. Adətən metallarla qeyri-metallar birləşən zaman metallar elektron verirlər, qeyri-metallar isə həmin qədər elektron alırlar. Və deyir ki, xlor dövrü cədvəlini məsələn xlorda izah eləyib özünü nəyə bənzətdiyini. Bunun da izahını mən verdim. Baxın, burada izah olunub. Bunu da başa düşdük. Və bununla bərabər dövrü cədvəlinin əvvəlində yerləşən bəzi elementlər var ki, hansı ki hidrogendir, litiumdur, berilyumdur. Bunlar rabitə əmələ gələn zaman əsasən bunlara yaxın təsdiqat helium olduğuna görə onlar xarici elektron təbəqələrini heliumun xarici təbəqəsinə bənzədirlər və bu qaydada heliumun sıra nömrəsi 2 olduğuna görə dublet qaydası adlanır. Dublet ikilik deməkdir. Məsələn, litiumun 3 protonu var və bu yəni 3 elektronu var deməkdir neytral halda. Litium deməli özünü helium təsdiq qazına deməli belə deyək də bənzətsə, heliumun sıra nömrəsi 2-dir. Yəni proton sayı 2-dir. Proton sayı 2-dir. Daha sonra isə, yəni elektron sayı da belə deyək də 2-dirsə, litiumu əgər 2-yə tamamlamaq istəyiriksə, proton sayı 3-dür. İyonun yükünü tapmaq üçün protondan elektronu, yəni 3-ü 2-dən çıxırıq, eləyir müsbət 1. Daha doğrusu 3-dən 2 çıxırıq, olur müsbət 1. Yəni litium birləşmələrində müsbət 1 yüklənir. Yəni rabitə əmələ gətirən zaman müsbət 1 yüklənir. Və bundan əlavə, məsələn, berilyumu da aid edə bilərik. Berilyumun sıra nömrəsinə baxaq, burada 4-dür. Berilyumun sıra nömrəsi neytral halda 4-ə bərabərdir. Və bu zaman berilyum deməli 2-yə getsə, elektron sayı 2-yə dublet qaydasına əsasən hidrogeni özünü bənzətsə, dublet qaydasına əsasən və proton sayı da deməli 4-dür. Proton sayı heç zaman dəyişmir. İyonun yükünü tapmaq üçün mən protondan 4-dən 2-ni çıxıram, olur 2 müsbət. Deməli, bunu da başa düşə bildik. Bu da adlanır nə? Dublet qaydası və bu zaman iyonun yükü görürsünüz ki, nə olub? Artıb. Artıbsa elektron sayı nə olur? Azalır. Əvvəl 4 idi, oldu nə? 2. Nə qədər azaldı? 2 elektron azaldı. Azaldısa elektron bazasından minus. Bunu da müəyyən qədər başa düşdük. Və buna görə dedik ki, bu qayda nə adlanır? Dublet qaydası, yəni ikilik deməkdir.